Son zamanlar baxıram trend yaranır sanki. Hamı, daha doğrusu xaricdə yaşayanlar xaricdən Azərbaycanı müqayisə edirlər qayıtdıqdan sonra. Bu haqda mənim təcrübəm böyükdür. Yəni 11 ildən çox fərqli ölkələrdə yaşamışam. Mən nə deyə bilərəm? Müsbətləri heç nə, müsbətləri vətəndir. Havası, suyu, yeməyi, qidası Azərbaycanın heç yanında yoxdur. Yəni insanların belə deyək də mərhəməti dünyanın heç bir yanında yoxdur. Kim nə deyirsə mən ondan yəni bu barədə mübahisə etməyə hazıram. Mənfi tərəfləri nədir? Mənfi tərəflərinə gəldikdə mən qayıdandan sonra mənim bütün əsəb sistemim korlandı. Əsəb sisteminin korlanmağı insanın əsasən səbəb nədir? Oturdum, fikirləşdim ki, nədir də mən bu əsəbimi korlayam. Baxdım ki, maşın sürməkdir. İnsanlar əsasən yollarda çox aqressivdirlər bir-birlərinə qarşı. Baxmayaraq ki, uzun müddət mən yaşadığım sürəcə xaricdə bir dəfə də olsun sükan arxasında əsəbləşməmişəm. Amma bura gələndən elə qoşulmuşam mən də cəmaata, əsəbləşirəm, qışqırıram və s. Ondan maşının başını buraxdım. Yəni maşın sürməyi minimuma endirdim. Ayda belə deyək də saldım 3-4 günə. Bir də baxdım ki, niyə mənim psixologiyam pozulub? İnsanlar çox şikayətlənirlər. Yəni hər şeydən şikayətlənirlər. Qardaş, bir şey başa düşün. Zəvzəməklə, şikayətlənməklə əldə heç nə eləyə bilməzsiniz. Baxın, sizin şikayətlərinizə dostsa üzülür, düşmansa sevinir. Nə dostunuzu üzməyin, nə düşmanınızı sevindirməyin. Öz kəfəninizi özünüz biçin. Heç kim sizin qaydınıza qalan deyil. Heç kim sizin yerinizə sizin borclarınızı, kreditlərinizi ödəyən deyil. Özünüzə yaxşı baxın, möhkəm olun.